Azərbaycandan Ermənistana neft məhsullarının daşınması İrəvanda İcevan Qazax dəmir yolunun açılması məsələsini gündəmə gətirib. Bilirsiniz ki, hazırda sözü gedən dəmir yolu işlək deyil. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədən sonra hərəkət dayandırıldı. İndi də erməni ekspertlər iddia edirlər ki, ölkələrinə ithal edilən məhsullar Qazaxdan mövcud xətlə İcevana ötürülməlidir. Bu məsələyə Ermənistanın baş naziri Nikol Paşinyan da münasibət bildirdi. İndi biz də məsələni müzakirə edəcəyik. Hazırda bizimlə birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdulladır. Salam Müşfiq müəllim, xoş gördük sizi. Salam Sinər efendim. Müşfiq müəllim, ümumiyyətlə ermənilərin Qazax-İcevan dəmir yolunun açılmasını tələm-tələsik gündəmə gətirməsinin səbəbi nədir? Ümumiyyətlə bu dəmir yolunun açılması Azərbaycan üçün nə qədər vacibdir? Bilirsiniz ki, Nikol Paşinyan hələ Moskvaya, MDB dövlət başçılarının sammitindən əvvəl Moskvaya getməzdən əvvəl bildirmişdi ki, 3 istiqamətdə dəmir yolunun açılmasını Rusiyadan xahiş edir, daha doğrusu bərpasını Rusiyadan xahiş edəcək. Bunun biri Qazax-İcevan istiqamətidir. Digəri Arazdəyən Naxçıvan istiqaməti. Üçüncüsü isə ermənilər Axurik deyirlər, Türk qara kilsəsi, Türkiyə sərhədi istiqamətidir və Qazax-İcevan daha dəqiq desək, Karvansaray istiqamətində dəmir yolla ermənilərin marağının artması daha çox yüklərin hazırda Azərbaycan üzərindən tranzit göndərilən yüklərin eyni zamanda Azərbaycanın neft məhsullarının deməli Gürcüstan üzərindən Ermənistana göndərilməsi ilə bağlıdır. Bu da gələcəkdə tranzit haqlarının təbii ki, $92 hazırda deyilir bu məbləğ. Tranzit haqlarının ödənilməsi hesab edilir ki, qiymətlərin artmasına gətirib çıxara bilər. Satış qiyməti bilirsiniz ki, hazırda neft məhsulları Ermənistanda 1,15 dollara satılır. Ona görə də gələcəkdə bu qiymətlərin artmasına təsir göstərə bilər. Ona görə də ən səmərəli variant kimi Ermənistan tərəfi hesab edir ki, birbaşa elə Azərbaycanla Ermənistan arasında dəmir yolu xətləri açılsın. Bu da 1-ci Qarabağ müharibəsində ermənilər tərəfindən bütün dəmir yolu xətləri, istər Zəngəzur istiqamətində, istər Qazax-İcevan istiqamətində ermənilər tərəfindən dağıdılıb, reyslər sökülüb. İndi Ermənistan bunu Rusiyadan xahiş edir. Nə üçün? Çünki bu Rusiya ilə bilirsiniz ki, Ermənistan arasında 2007-ci ilin, 2008-ci ilin fevral ayında imzalanmış müqavilə var. Cənubi Qafqaz dəmir yollarının Rusiyanın konsesiyasına, yəni idarəçiliyinə verilməsinə dair 30 illik müqavilə var və həmin müqavilədən irəli gələn Rusiyanın da hüquqi öhdəlikləri var. Məsələn, həmin müqavilədə göstərilir ki, Ermənistanın Cənubi Qafqaz dəmir yollarının infrastrukturunun yaxşılaşdırılması, modernləşdirilməsi, sonra Ermənistanın qonşu dövlətlərlə nəqliyyat əlaqələrinin inkişafı, Ermənistanın həm daxili, həm beynəlxalq əlaqələrinin daha doğrusu sərnişin və yük daşımalarının Ermənistanın bu sahədə inkişafına şərait yaradılmalı. Bütün bunlar Rusiya tərəfindən götürülmüş öhdəliklərdir. Eyni zamanda səmərəliliyin və maliyyə təminatının, maliyyə dayanıqlılığının təmin edilməsi, bundan başqa xidmət keyfiyyətinin yaxşılaşdırılması. Bütün bunlar Rusiyanın həmin müqavilə üzrə götürdüyü öhdəliklərdir və orada qeyd edilir ki, əgər Rusiya tərəfi öz öhdəliklərini yerinə yetirməsə, $57 milyon Ermənistana vəsait ödəməlidir və Ermənistan özü işini görməlidir. İndi Paşinyan bu məsələni qaldırmaqla Rusiyadan öz öhdəliklərini yerinə yetirməyi, əks təqdirdə o $57 milyon verməyi tələb edir. Rusiya isə bu məsələdə bir qədər tərəddüd edir. Yəni Rusiya hazırda bir qədər çətin vəziyyətə düşüb. Yəni istər-istəməz Ermənistan üzərinə, Azərbaycan üzərindən Ermənistana yüklər daşınır və sərhədlər açılır, dəmir yolu hansısa bu və ya digər formada açılmaq üzrədir və Rusiya bu prosesdən yerdə qalmaq istəmir. Həm Rusiya Baş nazirinin müavini Aleksey Aveyçuk da bildirib ki, onlar Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl və gübrə
göndərmək istəyirlər. Bəli. Eyni zamanda da Rusiya Xarici İşlər Nazirliyinin MDB Dövlətlər üzrə 4-cü departamentinin direktoru Mikhail Kalugin çıxıb deyir ki, bu Tramp marşrutunun açılması orada Rusiya iştirak etməlidir. Onun parametrləri Rusiya ilə müəyyənləşməlidir və bu deməli Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində həmin marşrut açıla bilər. Həmin marşrut keçdiyi ərazi Rusiya sərhəd qoşunlarının təsir zonasıdır. Yəni Rusiya bir tərəfdən Amerikanın orada olmasını istəmir və bildirmək istəyir ki, orada bizim ərazimizdir, Avrasiya İqtisadi Birliyinin ərazisidir. Orada başqa qüvvə ola bilməz və Rusiyanın təsir zonasıdır. Bir məsələdə aydındır. Bir məsələdə istərdim münasibət bildirək. Deməli bu İcevan Qazax dəmir yolunun Bərxudarlıya qədər olan hissəsi bərpa edilməlidir. Az öncə biz qeyd elədik ki, həmin ərazi işlək deyil. Bunun üçün isə hazırda bu dəmir yolunun üzərində yerləşən 2 kənd Bərxudarlı və Sofulu işğaldan azad edilməlidir məntiqlə. Ermənistan həmin kəndləri tezliklə azad edəcəkmi, əgər belə bir bu dəmir yolunun tezliklə açılmasını istəyirsə? Mən düşünürəm ki, Nikol Paşinyanın bu məsələni gündəmə gətirməsi Ermənistanın həmin kəndləri artıq geri qaytarmaq niyyətindən xəbər verir. Çünki Sovet dövründə Bakı-İcevan sərnişin qatarı vardı. Eyni zamanda bu dəmir yolu sonra Dilican və Razdan istiqamətində uzanırdı və həmin dəmir yolu Bərxudarlı və Soflu kəndlərindən keçirdi. Bilirsiniz ki, Sovet dövründə Azərbaycan Qazax rayonunun torpaqları hissə-hissə Ermənistana qanunsuz olaraq bağışlanıb və nəticədə Bərxudarlı və Soflu kəndləri anklav vəziyyətə düşüb. Və sonra 1-ci Qarabağ müharibəsində işğal olundu bu kəndlər. Və həmin vaxt dəmir yolu Bərxudarlı və Soflu stansiyalarından keçirdi. Yəni o dəmir yolunun açılması üçün mütləq həmin kəndlər azad edilməlidir. Əks halda dəmir yolunu bərpa etmək mümkün olmayacaq. Ona görə də hesab edirəm ki, yəqin ki, yaxın vaxtlarda Ermənistan əgər bu niyyəti nümayiş etdirirsə, kəndlərin qaytarılması barədə konkret addım ata bilər. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə. Qeyd edək ki, son vaxtlar gündəmə gələn Qazax-İcevan dəmir yolunu siyasi şərhçi Müşfiq Abdullah ilə birlikdə müzakirə etdik.